Deməli, növbəti hansıdır? Xəritənin təsvirli sularıdır. Bu təsvirli sular nədir ümumiyyətlə? Biz atlası açanda fərqli növ xəritələrlə qarşılaşa bilərik. Olsun əhali xəritəsi, olsun məsələn əhali xəritəsindən sonra sıxlıq xəritəsi, nəqliyyat xəritəsi, kənd təsərrüfat xəritəsi və ya şəhərləri verən xəritə, siyasi xəritə və s. kimi xəritənin tipləri var. Eyni qədər tipi var. Və hamısı, bax bu gördüyümüz tiplərlə uyğunlaşdırılır və xəritələrdə qeyd olunur. Yəni atlasımız hazırlanır. İndi bir-bir bunların hamısını analiz etməliyik. Məsələn, bu gördüyünüz nədir? İzoxətt üsulu. İzoxətt üsulu nə üçün istifadə olunur və nədir? İzoxətt üsulu dağlıq ərazilərin və ya çökək ərazilərin ümumiyyətlə relyefin təsvirində istifadə olunan üsuldur. Olsun məsələn relyef deyil. Məsələn, mən bunu istifadə edə bilərəm atmosfer xəritəsində. Yəni sinoptik xəritədə və ya zəlzələ xəritəsində və ya təzyiqlərin, yəni atmosfer xəritəsində qeyd edə bilərəm temperaturu, təzyiqi və s. kimi üsulları qeyd edə bilərəm. Yaxşı, nədir bu izoxəttlər üsulu? 2 dənə bərabər nöqtəni birləşdirən əyri xəttdir. Məsələn, bir dənə nöqtə verirəm, bir dənə nöqtə verirəm. Bu 2 dənə nöqtəni birləşdirən əyri xətt nədir? İzoxətt üsuludur. Və bura həm temperatur, həm seysmiklik, həm təzyiq, həm dərinlik, həm yüksəklik, həm yağıntı və s. kimi hər şey daxildir. İndi məsələn, bir-bir müzakirə eləyək. Məsələn, birinci nə mən izohips dedik. İzohips üsulu nədir? Bax, onda indi burada bir dənə də aydınlaşma verim ki, daha aydın olsun bizə. İzo sözü var. Görürsünüz, izo deyir. İzo nədir? Bərabər deməkdir. İzoxətt deyəndə bərabər xəttlər nəzərdə tutulur. Məsələn, bax, burada nə veribdir? 130 veribdir elə. Deməli, bu deməkdir ki, bax, buradan üzü yuxarı tutub belə formada gezsəm, bax, burada mənim üçün 130 metrlik xəttin olduğu hündürlükdür. Əyri xətti, bayaq dediyim kimi, izoxəttlər əyri xəttlərdir. Bax, bu nöqtə ilə bu nöqtə, ümumiyyətlə hamısı nədir? Bura nöqtələr qoysam, hamısı 130 metrlik hündürlüklərdir. Və mən onların hamısını birləşdirmişəm. Çünki hamısının yüksəkliyi eynidir. Məsələn, buradakıların hamısının yüksəkliyi eynidir və s. Bu nə oldu? Bərabər nöqtələri birləşdirən əyri xəttlər izoxəttlər üsuludur. Və bunun bayaq dediyim kimi bunun növləri var. Məsələn, gəlin bir dənəsini yazım. İzo nə ilə bayaq dedim? Bərabər deməkdir. İzohips. İzohips nədir? İzohips eyni yüksəkliyi birləşdirən əyri xəttlərdir. İzohips eyni yüksəklik, eyni yüksəkliyi. İzobat var. İzobat nədir? Eyni dərinlikdir. İzobat dərinlikdir. İzoseist var. İzoseist. Qarşımıza çıxa bilər sınaqdır bunlar bizim. İzoseist. Seist yəni dağımına gəlir. Seismik proseslər. Yəni zəlzələ baş verən ərazilərdə hansı ki oxşar bal gücü malik olan nöqtələr birləşən əyri xəttlərdir. Məsələn, birində 9 baldır, o birisi 9 bal, 9 bal, 9 bal birləşdirirəm, izoseist verirəm. Nə oldu? Seismik. Nöqtələr birləşən əyri xəttlər, izoseist. Sonra izoterim var. İzoterim nədir? Eyni temperatur. Elə adından göründüyü kimi eyni temperatur, neysə, düz yazdıq, temperatur. Sonra gəlir nə? İzobat nədir? Eyni dərinlikdir. Dərinliyi birləşən əyri xəttlər izobatdır. Nə var sonra? İzobar var. İzobar eyni təzyiqdir. İzobar eyni təzyiqdir. Axırıncı qaldı İzogiet nə oldu? Eyni yağıntı. İzogiet də eyni yağıntıdır. Deyirəm, bunlar nələrdir hamısı? İzoxəttlər üsulunun növləridir. İzohips yüksəklik, izobat dərinlik, izoseist temperatur, izoterim temperatur, izoseist seysmiklik, izoterim temperatur, izobat dərinlik, izobar təzyiq, izogiet yağıntı. Batla barı qarışdırmayaq. Biz zəhməti barla batı qarışdırmaq. Çünki bat dərinlik adından bilindiyi kimi barı təzyiqdir. Bunlar hamısı nədir?
hamısı izo xətlərin üsulları. Yəni burada başqa bir şey yoxdur izo xətlərdə və izo xətlərdə biz təbii ki, bayaq dediyim kimi dağlıq əraziləri, sinoptik xəritələrdə və sair kimi üsullarda istifadə edə bilərəm. İkinci hansı üsul verib mənə burada? Deyib mənə izo kardoqram. Diaqram deyibdir. Bu kardiaqramdır. Nə deməkdir kardiaqram? Kartografiya sözü nədir? Elə xəritə deməkdir. Diaqram nədir? Elə bildik diaqram. Bax, ola diaqramdır. Kardo diaqram deyimlə nəzər tutur mənə xəritə və diaqram verilən təsvir. Məsələn, burada biz görürük, həm xəritə var, belə bir hər hansı bir məntəqənin xəritəsini veribdir və eyni xəritədə mənə diaqramlar qeyd edibdir və diaqramlarda tonların özünün ifadəsi var. Məsələn, burada verib ki, burada rənglər göstəribdir və göstərib ki, məsələn, burada maşın qarma verib qırmızı rəng, qarşısında kimya veribdir, sarı rəng və sarı kimi sahələri veribdir. Məsələn, neft sənayesini qeyd edibdir. Bu bizim üçün nədir? Kartoqram. Harada gördüksə xəritənin üstündə belə qrafiklər var. Bax, bu formada. Bunlar nədir? Kartoqramdır. Rahatdır, yada saxlamaq çətin deyil. Gələm üçüncü xəritəyə. Bu nədir? Keyfiyyət tonudur. Keyfiyyət tonu deyəndə nə başa düşdür? Rənglərin məna çalarlarına görə yaradılmış xəritəni başa düşürük. Düzdür, burada fərqli formada tərifin veribdir, amma mən daha aydın başa düşməyi üçün belə cümləni qurmağım məncə daha məntiqlidir. Çünki, məsələn, nətəyəmiz, yəni, ümumiyyətlə nətərdir? Məsələn, götürür mənə torpaq xəritəsi. İndi burada verilən mənə torpaq xəritəsidir. Görürsünüz ki, burada veribdir mənə Puzol torpaqları, çimli puzoldur, bataqlıqdır və qonur torpaqlardır. Və sarı rəngə veribdir, elə qonur torpaqlar. Bu, qərbə çəhrayı tonunu çalan bir rəngi veribdir puzol, digəri çimli puzol və burada hər bir rəngin özünün öz göstəricisi var, yəni özünün öz mənası var. Məsələn, mən bura versəydim qırmızı rəng, mən biləcəyim ki, nisbət qırmızı torpaqdan gedir. Mənə versəydim bura qəhvəyi rəng, biləcəyim nisbət qəhvəyi torpaqdan gedir. Və ya versəydim qara rəng, biləcəyim ki, qara torpaqdan nisbət gedir. İndi deyəcəksən, müəllim, çəhrayı bəyəm, çəhrayı torpaq var. Çəhrayı deyil, yəni çəhrayı çalan bir şeydir. Əslində çəhrayı deyil, burada çapdı biraz görsənir elə, amma əslində bu rəng deyil. Biraz küllə çalan, biraz açıq rəngli bir tondur puzol torpaqları və qütb ərazi gəlmiş torpaq tipidir. Əslində burada hər bir torpağın rəngini normal bir rənglə uyğunlaşdırıb xəritə veribdir. Deməli, keyfiyyət fonunda hər bir rəngin özünün mənaçaları olmalıdır. Bu nə bizim üçün nədir? Keyfiyyət üsuludur. Üçüncü gəldi. İşarə üsulu. İşarə üsulu ən asandıdır. Mənə şərti işarələr verir formada və aşağıda da, yəni legenda hissəsində o şərti işarələrin izahları verilir. Məsələn, bunu görəndə, bir dənə buranı silim. Məsələn, biz görsək ki, belə bir fiqur var, deyirik ki, aha, neft var deməli həmin ərazidə. Bunu görürəmsə, deyirəm ki, ayda qaz var. Bunu görürəm, neft kəməridir və ya qaz kəməridir və s. Və ya məsələn, burada görürük, yoldur, ya dəmir yol, ya da avtomobil yolu verir bizə. Bu formada və hərəsinin özünün işarəsinin izahını veribdir bu formada. Bu nədir bizim üçün? Oldu bizim üçün, deməli, işarələr üsulu. İşarələr üsulunda təsviri işarələr bizdə qeyd olunur. Və məsələn, adi bir dənə xəritə verib bizə. Tutaq ki, verib, məsələn, Azərbaycan xəritəsi. Azərbaycan xəritəsində görə bilərik, fiziki xəritəsində, həm Dəsot Faytekasının xəritəsində, Azərbaycan ərazisində neftdir, qazdır, dəmir filizidir, polimetaldır, molibdenli kimi Faytekasıntıların yayıldığı areal verə bilər. Təbii ki, bu əraziləri də olan bu işarə mənə verilsə, bu nədir bizim üçün? İşarələr üsuludur. Bunun başqa bir növü də var. Onu indi gəlirəm. O areal üsuludur. O tamam ondan fərqlidir. Oxşar nədir? Orada görəcəyik. Orada oxşar şərti işarələrin yayılma arealıdır. Məsələn, mən fiziki xəritədə nefti, qazı hər yerə verə bilərəm. Yəni, bir dənə xəritədə hər yerə bir formada neftin işarəsini qoya bilərəm. İndi bunu daha aydın izahən başa düşüyor areal üsuluna baxanda. Və orada görəcəyik ki, məsələn, burada göstəribdir. Burada göstərir bizə hər hansı bir məhsulun yayıldığı ərazi. Bax, bu artıq arealdır. Bunu fərqləndirməliyik biz nə ilə? İşarələr üsuluna. Nəyə görə fərqləndiririk? Məsələn, işarə üsulunda şərti işarələrin izahları var. Amma arealda yoxdur.
İşarə üsulunda sadəcə işarələr verilir. Başqa heç nə yoxdur. Burada amma şərtli işarələr qeyd olunubdur və fikir verilirsə, burada onların yayıldığı ərazi də var. Məsələn, tutaq ki, belə verirəm. Məsələn, bir şey verim mən sizə. Tutaq ki, mən Azərbaycan xəritəsini vermişəm və Azərbaycan xəritəsinin hər yerində eyni rəng tonu istifadə etmişəm və vacib olan yerlərdə hansı ki, harada neft varsa, o ərazilərə neft işarəsini qoymuşam. Bu bizim üçün nədir? İşarəsi oldu. Amma mən sırf bir dənə bölgəni götürüb, məsələn, Abşeronu vermişəm çəhrayı rəngdə, Siyəzən vermişəm çəhrayı rəngdə, Ceyrançölü vermişəm çəhrayı rəngdə, sonra Mil düzünü, Muğam düzünü vermişəm çəhrayı rəngdə və ora neft işarəsini qoymuşamsa, bu o deməkdir ki, həmin əraziyə nə yayılıbdır? Neft yayılıbdır. Yəni, tamamən fərqli şeylərdir. Burada sadəcə elə ümumi işarə qoyulur. Burada amma onların yayıldığı ərazi qoyulur. Və başqa bir nümunə vermək istəyirəm. Məsələn, Lənkəran deyəndə ağlımıza nə gəlir? Limon. Mən Lənkəranı məsələn sarı rəngdə rəngləyib, orada bir dənə limon işarəsi qoyuram. Abşeronu narıncı rəngdə rəngləyib, orada zeytun işarəsi qoyuram. Aziyən xəritəsini fərqləndirmək üçün. Aranı olsun, mən qırmızı rəngdə rəngləyirəm aranı və ora qoyuram quru tropik meyvələrin işarəsinə. Məsələn, olsun nar, olsun heyva və s. kimi meyvələr. Qubaq açılmazı rəngləyirəm yaşlı, ora alma işarəsini qoyuram. Çünki ora tumlu meyvələrin diyarı hesab olunur və bu nədir bizim üçün? Areal üsuludur. Sonra gedim növbəti üsula, kardoqram. Bu gördüyüm kimi kardoqram adı ilə kardodiaqram adı oxşarımı fərqləndirməyə çalışaq. Bu kardodiaqramdır, burada artıq diaqramlar verilibdir. Bu da kardoqramdır. Kardoqramda isə bayaqkindən fərqli olaraq burada rəng tonlarının dəyişimini görürəm. Məsələn, mən bunu harada istifadə edə bilərəm ki, burada görürük, hər nəfərə düşən doğumu veribdir. Deməli, biz buraya baxanda görürük ki, bu hissədə doğum çoxdur, bu hissədə doğum azdır. Çünki bu hissə, hansı bütün rəng verilən hissədə daha tünd verildiyini bizə ifadə edir ki, burada doğum hər 1000 nəfərə 20 nəfərdən çoxdur. Burada isə hər 1000 nəfərə doğum 10 nəfərdən azdır. Deməli, bizim kardoqram üsulumuz riyazi statistikaya əsasən hazırlanmış xəritədir. Və ya başqa bir xəritə verim, Azərbaycanın əhali xəritəsini verim. Və ya Azərbaycanın yağıntı xəritəsini verim. Biz bilirik ki, Azərbaycan ərazisində ən çox yağıntı olsa bunu öyrənsək də, öyrənməsək də, yəni imtihana keçməsək də, onsuz məktəbdə və ya normal olaraq bilirik ki, Azərbaycanın ən çox yağıntı olan vilayət Lənkəran bölgəsidir. Ona görə biz Azərbaycan xəritəsinin yağıntı xəritəsini hazırlayanda Lənkəran vilayətini tünd yaşıl rəngdə və ya tünd mavi rəngdə və ya məsələn başqa bir rəngdə verə bilər, amma tünd olmalıdır Lənkəran vilayəti yağıntısına görə. Aranı, Abşeronu desən, daha açıq rəngdə verirsən, çünki orada yağıntı azdır. Ümumiyyətlə, rəng tonlarının bir tondan digər tona doğru, açıqdan tündə doğru dəyişim verirsə, bu kardoqramdır. Və bəzən heç rəng istifadə eləməyə bilər. Nə istifadə edə bilər? Rəng əvəzinə. Məsələn, mənə verə bilər rəng əvəzinə bu formada ştriklər. Məsələn, bura qoydu plus, 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 plus. Bura qoydu nöqtələr, format nöqtə qoydu bu hissəyə. Bu hissəyə qoydu, məsələn, nə deyim, sual işarələri qoydu bura formada. Əslində bu simvol olaraq baxmalıyıq buna. Bura qoydu, məsələn, çıxaq işarələri. Bu tərəfə qoydu, vurma işarələri, çoxlu işarələri qoydu, təsvir işarələri. Bura qoydu nida işarələri. Məsələn, deyim də, tutaq ki, nida işarəsi qoydu. Altda mənə xəritəni verin də bu formada. Altda yazacaq ki, bura plus qoyacaq. Deyəcək, məsələn, bu yer, yəni bu plus qoyulan yerdə doğum hər 1000 nəfərə 10 nəfər formada diaqram veribdir. Tünd yerə, məsələn, bura sual işarəsi qoyubdur. Altdan rəqəm yazılır ki, məsələn, 16-20 arasındadır. Bura çıxaq qoyubdur, bura vurma qoyubdur və s. kimi. Bu formada verirsə bizə, yenə ştrixlər verirsə, bu yenə bizim üçün nədir? Kardoqram üsulu. Yalnız saxlayaq ki, əgər xəritənin altında riyazi statistikaya əsaslanan bir təsvir varsa, yəni izah verirsə, bu bizim üçün kardoqram üsuludur. Həm əhali ola bilər, həm doğum ola bilər, həm miqyas ola bilər, həm turistlər ola bilər, həm əkinçilik sahəsində əldə olunan məhsulların miqdarı ola bilər, heyvandarlıq ola bilər və s. Yəni, bunu eyni qədər növünü saya bilərik, amma hamısının ortaq cəhəti nədir? Riyazi statistika, rəqəm göstəricisidir.
Və bunu biz qarışdırmayaq nə ilə? Keyfiyyət üsuluna. Keyfiyyət üsulunda fərqli tonlar qarışdırıb veribdir bizə. Amma kardioqram üsulunda eyni rəngin müxtəlif tonlarını veribdir. Bu riyazi statistikadır, keyfiyyət, kardioqram. Amma keyfiyyət nədir? Var olan bir şeydir. Torpaq riyazi statistika deyil ki, torpaq onsuz miqdarı yəni dəyişə bilər torpağın miqdarı, amma hal-hazırki şeyə baxsaq, torpaqların sahə arealı, yəni eynidir də. Biz bunu dəyişmirik ki, hər il torpağın sahəsini artıq-azaldığını görmürük ki, məntiqlə. Və bu bizim üçün nədir? Keyfiyyət fonudur. Və bunu görsək, burada yeni rənglər var, amma bu areal üsulu. Çünki burada şərti işarələri veribdir və hər bir şərti işarənin özünün mənası var. Bu nədir oldu? Areal üsulu. Növbəti üsul nədir? Hərəkət xəttləridir. Hərəkət xəttləri onsuz gördüyün kimi bu formada xəttlərin hərəkətini verirsə, bu bizim üçün hərəkət xəttləridir. Ola bilər cəryan buradakı kimi, ola bilər avtomobil yol ola bilər səyahətçinin getdiyi yol ola bilər. Məsələn, deyək ki, Kolumbun getdiyi yol veribdir və göstərir ki, mənə xəritədə formada bir şey verirdi mənə. Deyir ki, məsələn, göstərib burada, indi bura haradır? Tutaq ki, deyəsən bu şeydir, Amerikanın şimal-şərq ərazisinin xəritəsidir. Bu formada indi göstərir ki, məsələn, Kolumb buradan gəlibdir belə, gəlib Amerikan ərazisinə, sonra buradan aşağı doğru qayıdıb geri, İspaniya tərəf qayıdıbdır. Və bu xəritə bizim üçün nədir? Hərəkət xəttləridir. Yəni, çətin deyil. Nöqtə üsulu yenə gördüyün kimi, nöqtələr qoyursa, bu bizim üçün nədir? Elə nöqtələr üsulunda adından bildiyin kimi. Bəs bunu mən harada istifadə edəcəm? Məsələn, əhalinin sayını vermək istəyirəmsə, əkin sahələrinin miqdarını vermək istəyirəmsə, nöqtələrə qoyuram. Deyəsən, ay müəllim, yaxşı onda mən bunu kardioqramla necə ayıram? İkisi də riyazi statistikadır axı. Düzdür, ikisi də riyazi statistikadır. Amma kardioqrama baxanda görürəm ki, rəng tonları və ya şişiklər istifadə olunubdur. Amma nöqtələrə qoyanda konkret nöqtə var burada. Yəni bunu qarışdırmaq ondan qeyri-mümkündür. Və nöqtələrin də hamısının izahını veribdir. Daha böyük nöqtə, məsələn, 2 milyondan çoxdur, orta böyük nöqtə 1000-dən çoxdur, kiçik nöqtə isə məsələn 200-dən çoxdur və s. kimi formada verə bilər. Nöqtə üsulu asandır. Areal bayaq dedim. Bu da nə oldu bizim üçün? Xəritə sxemdir. Normal bildiyimiz plandır. Heç nə, bu da sadə bir məhəllənin təsviridir. Məncə aydın oldu. Bu nə oldu bizim üçün? İzo xəttlər üsulu. İkinci nə oldu? Kardioqram üsulu. Üçüncü nə oldu? Keyfiyyət fonu. Keyfiyyət fonunda nə idi? Rənglərin öz mənası vardı. Kardioqramda nə idi? Xəritə ilə diaqramın ahəngi idi. Bəs bu nədir işarələr? İşarələr verir, legionda onların izahını verir. Və yaxşı kardioqram bizə rəng tonlarının dəyişimi və ya eyni rəng tonlarının olduğu ərazilərdə müxtəlif işarələr istifadə olduğundan bilirlər. Bu bizə düşübdür. 2 il bundan əvvəlin qəbul imtahanında belə bir formada vermişdi xəritə və bunun qəbul deyil, dimin sınavına vermişdi. Qəbul deyil, qəbula çox salınmır. Dim sınavına vermişdi və bunun hansı xəritə növünə aid olduğunu istəyirdi. Bu nədir? Hərəkət xəttləridir, sadə. Bu nöqtələrdir. Bu nə oldu? Areal üsuludur. Bu nə oldu? Ən axırıncı xəritə sxem. Bunları ümumi baxmaq lazımdır. Mənim gələn dəfə bunları hər birini ayrı-ayrı təsvirən soruşsun ki, bu hansına aiddir. Sonra baxaq nəyə? Deməli, növbəti belə bir mövzu var burada. Bir də bunu izahlayacağım, yetərlidir. Bu nədir? Xəritə, qlobus və planın növləridir. Ümumiyyətlə, biz bunların həm fərqli, həm oxşar cəhətlərini bilməliyik. Yəni, nəticə olaraq da bunların hər biri haqqında kifayət qədər məlumat əldə etməliyik ki, xəritə nədir, qlobus nədir, plan nədir? Bunların hər birini xüsusiyyətən bilməliyik ki, sonda bunlar bir-birinə müqayisə edə bilər. Çünki bizə buradan sual düşür, necə tip sual verir? Bizə sual verir, bunu bizə Euler-Ver diaqramında oxşar cəhətləri və fərqli cəhətlərini bizə verir və bunları istəyir bizdən. Yəni, sadə sual buradan, yəni normal sual düşmür. Demir ki, bizə qlobus aid olan xüsusiyyət deyir, orta fərqli cəhətlər təyin edir. Məsələn, indi gəlin baxaq. Məsələn, qlobus birlikdə, qlobus nədir, onsuz bilirik, yerin kiçilmiş modelidir. Xəritə bilirik, onsuz əlimizdəki xəritədir. Plandakı onsuz hərfə testdə horizontları işləyəni planlarla tanış olmuşuq. İndi baxaq. Qlobus nədir ümumiyyətlə? Yerin kiçilmiş modelidir. Bilirik, kiçilmiş modelidir. Xəritə kağız üzərində, yəni kağız yenə müstəvi üzərində təsvirdir. Plan da yenə müstəvi üzərində təsvirdir. İndi gəl ümumi baxaq bunların nəyinə, hamısının bir-bir xüsusiyyətlərinə, sonra bunları fərqləndirək. Məsələn, qlobus deyəndə
Qlobusda biz nisbi hündürlüyü görə bilərik, onu təyin edə bilərik, nisbi hündürlüyü, şərti işarələri görə bilərik, miqyası görə bilərik, cəhətləri görə bilərik. Cəhətlər nə idi? Bizim şimal, cənub, şərq, qərb cəhətlərini təyin edə bilərik, genizasiyanı görə bilərik. Ondan sonra koordinatlara görə bilərik, meridian paraleli görə bilərik. Bunlar hamısı qlobusa aiddir. Bəs xəritəyə nə aiddir? Yenə xəritədə nisbi hündürlüyü görə bilərik, cəhətləri görə bilərik, miqyası görə bilərik, ümumi dünyanın təsvirini görə bilərik, dərəcə torlarını, koordinatlarını, ondan sonra təhrif görə bilərik. Və s. kimi plan da yenə eyni ilə. Yaxşı, bəs sonra bunların xüsusiyyətləri varmı? Oxşar fərqli cəhətlər. Məsələn, əgər mən sənə desəm ki, hər üçünün oxşar cəhəti bizə nə verəcək? 1. Hər üçündə oxşar cəhət nədir? Hər üçündə nisbi hündürlük var. Hər üçündə şərti işarə var. Hər üçündə miqyas var. Hər üçündə cəhətləri təyin edə bilirəm. Amma fərqli cəhətləri var. Yəni içində də eyni cəhətlər təyin etmək mümkündür, amma cəhətləri təyin etmə üsulları fərqlidir. Məsələn, mən qlobusda cəhətləri təyin etməyim üçün meridian paralelə baxmam kifayətdir. Mən xəritədə meridian paralelə baxmam kifayətdir. Amma məhəllənin planda ümumiyyətlə önəmli hissədir. Planda koordinat yoxdur. Planda meridian yoxdur, paralel yoxdur. Ona görə mən planda cəhətləri təyin etməyim üçün sadəcə kənar səsini vermişiksə, burada kənar səsini bir formada ox işarəsi qoyur. Buraya yazır S-mı, yəni şimal, buraya yazır C, yəni cənub. Bu işarə olur və mən bunu əsasən cəhətləri təyin edirəm. Deməli, hər üçün orta cəhət nədir? Cəhətləri təyin etməyin mümkün olmasa. Amma cəhətləri təyin etmə üsulları fərqlidir. Qlobus xəritədə dərəcə toruna görə, planda isə bax bu işarəyə görə. Başqa fərqli cəhəti varmı? Hə, var. 5-ini yazıram. Dəsə oxşar cəhəti varmı? 5-ini yazıram. Nədir? Generalizasiya. Generalizasiya nə idi? Generalizasiya. Nəysə, səhv yaza bilərəm. Nəsə, generalizasiya nədir? Ümumiləşdirmədir. Hər üçündə ümumiləşdirmə varmı? Təbii ki, hər üçündə var. Deməli, bunlar nə oldu bizim? Hamımızın oxşar xüsusiyyətləridir. Yaxşı, o da gəl baxaq nəyə? Qlobusla planın oxşar xüsusiyyətləri. Varmı qlobusla planın oxşar xüsusiyyəti? Hə, var. Hər ikisi təhrifsiz təsvirdir. Ayda, necə yəni təhrifsiz təsvirdir? Təhrifsiz təsvirdir. Niyə? Qlobus yeni olması kiçilmiş modeldir. Orada səhv ola bilməz. Yəni, genə tərsilə o formada vermişik bəs qlobusu. Ona görə təhrifsiz təsvir hesab olunur qlobus. Çünki yeri kiçilmiş bir modelidir. Bəs niyə plan təhrifsizdir? Plan kiçik bir bölgənin təsvirini verir. Tutaq ki, olsun bizim məhəllə, olsun bizim küçə. Yəni, biz əgər bizim küçənin və bizim məktəb həyətinin planını verirsə, bizim küçənin planını verirsə, orada hansı bir səhvə məruz qoya bilərik ki, bizim planımızı. Onu da kiçik bir ərazi, yəni biz əhməd orada səhv olmasın da, olduğu kimi təsvir edeyim mən. Və təbii ki, planda səhv yoxdur. Olduğu kimi təsvir verilirsə, bizim üçün nədir? Təhrifsiz. Təhrif nə idi? Səhv idi, düşünülmüş səhv idi. Qlobusda və plan orta cəhət nədir? Təhrifsiz olması. Və yaxşı, xəritə bəs, xəritə təbii ki, təhrifi mövcuddur və çoxlu təhrif. Niyə? Çünki xəritə yer kürəsini ümumi formada təsvir edir. Amma xəritənin təhrifinin dəyişimi deyə bilərəm. Yəni, müxtəlif deyə bilərəm. Hə, məsələn, burada bir cümlə belirtdir. Bax, burada deyir ki, xəritə təhrif var, veribdir, amma bu təhrif müxtəlifdir. Niyə müxtəlif deyirəm? Çünki mənim kiçik miqyas xəritəm ola bilər və ya böyük miqyas xəritəm ola bilər. Böyük miqyas xəritə, məsələn, olsun Naxçıvan xəritəsi, kiçik miqyas xəritə olsun dünyanın xəritəsi. Dünyanın xəritəsində olan səhvlərlə Naxçıvan xəritəsində olan səhvlər eyni deyil. Ona görə deyə bilərəm ki, təhrif miqdarı var, ancaq müxtəlifdir. Mən bunu qeyd edə bilərəm. Burada ikisinin orta cəhətləri, sadəcə bir dənə orta cəhətləri var. Yaxşı, qlobusla xəritənin bəs orta cəhəti varmı? Əlbəttə ki, var. Hər ikisi yerin kürəliyi nəzərə alınır. Qlobus bir modeldir, kiçilmiş modeldir. Xəritənin kənarları ki vermişsə, bax, məsələn, adi bu xəritəni götürün. Bax, buradakı xəritəni. Görək bu xəritəni. Bax, bu xəritədə sanki
bizə ifadə etmək istəyir ki, yer kürədir. Hətta biz bunun kənarlarında duran əyri bir meridianlara əsasən də bunu bildirə bilərik. Hətta adi düz bir xəritəyə, divar xəritəsinə və ya adi dünya xəritəsinə, yəni silindrik prosesi təsvir olunmuş dünya xəritəsinə baxsaq, yenə görə bilərik ki, orada kənarda müəyyən qədər bir əyrilik var və bu bizim üçün nədir? Yerin küre olduğunu təsvirini qeyd eləyir. Və sonra başqa fərqli, yəni oxşar cəhətləri var, əlbəttə ki var. İkinci yazıram. Oxşar cəhət nədir? Koordinatları olması. Koordinat. Koordinat nə dedi? Bax, bu meridianla bu paralelin kəsişməsi nədir? Koordinatlardır. Və hər ikisinin oxşar cəhət nədir? Həm də bu meridianın paralellərin olmasıdır. Dördüncü nədir oxşar cəhəti? Hər ikisi dünyanın təsvirini verir. Tamam. Amma xırda bir fərq var. Qlobus yalnız dünyanın təsvirini verir. Amma xəritə həm dünyanın təsviridir, həm yarımküre təsviridir, həm region təsviridir, həm ölkə xəritəsi təsviridir. Yəni mən bunları müxtəlif arealda verə bilirəm mən xəritəni. Deməli hər ikisində də dünyanın təsviri var, amma qlobus sırf dünyanı verir. Çünki mən görməmişəm ki, yəni görməmişik biz ki, məsələn, bir dənə qlobus var, qlobusda ancaq Amerika verə bilər və ya qlobusda ancaq Avrasiya verə bilər. Düzdür, bu biraz qədim növlərə aiddir. Yəni keçmişdə olan ilk qlobusları üçün keçərli hesab edə bilərik. Çünki o dövrdə onsuz dünyanın hər yeri kəşf olunmamışdır. Bu aydın məsələdir. Amma normalda günümüzdə kəşf olunan bütün yəni maddələrimiz onsuz qlobusda da təsvir olunubdur. Amma xəritə deyəndə həm dünya xəritəsini nəzərdə tuta bilər bizə, həm Azərbaycan xəritəsi, həm Naxçıvan xəritəsi, həm yarımküre xəritəsi, həm Avrasiya xəritəsi. Ona görə yardığı arealı fərqlidir. Oxşar cəhətdə amma xırda bir qeyd eləməliyik ki, xəritənin özünün arealları da fərqlidir. Sonra, yaxşı, bəs xəritə ilə planın oxşar cəhəti varmı? Hə, var. Bunlar oxşar cəhəti bir dənə oxşar cəhət var. O da nədir? Kağız, yəni müstəvi üzərində təsvirinin olması. Bu hər ikisi üçün orta cəhətdir. Başqa orta cəhəti yoxdur. Planla xəritədə yalnız ikisini edirəm, yalnız ikisinin orta cəhəti ancaq müstəvi üzərindədir. Düzdür, bayaqlarım hər üçün vermişdim. Həm qlobus, həm xəritə plan. Bunlar ayrı, bu ayrı. Sonra bundan başqa məsələn, sırf xəritəyə aid olan xüsusiyyət var. Yəni sırf xəritədə olsun, amma başqa şeylərdə olmasın. Nə qlobusda olsun, nə də ki planda olsun. Var. Fərqli bir xüsusiyyət var. Nədir fərqli xüsusiyyət? Bayaq dediyim, birinci xəritə ərazinin təsviri müxtəlifdir. Bayaq dediyim kimi, qeyd edildiyim kimi, sadəcə dünya deyil. Ərazi, dünyadan başqa region, materik, yarımküre, dünya, ölkə, region belə bilər. Nəysə, belə bir şey. Və ikinci nədir? İkinci də ki, dəqiqlik fərqlidir. Əslində bayaqki dediklərim nə qədərdir? Çünki məsələn biz bilirik ki, Naxçıvan xəritəsinin dəqiqliyi və ya Abşeron xəritəsinin dəqiqliyi daha yüksəkdir. Nəinki dünya xəritəsinin dəqiqliyi. Yəni bayaq dediyimə əslində bir qüvvət var bu cümləni dedim və ümumi həqiqətən də testi sənə bunu istəyir. Bu ikisini də səndən istəyir. Əslində bilirsənsə rahatlıqla ikincini cavablandıra bilərsən. Yaxşı, planın özünün plana aid sırf xüsusiyyət varmı? Plana aid olan xüsusiyyət? Hə, var. Planın özəl xüsusiyyət nədir? Bayaq digərlərindən fərqləndirən xüsusiyyət nədir? Plan yalnız məhəllədir. Məhəllədir. Yəni planın başqa bir şey verəmərəm. Ancaq məhəllə küçə belə şeylə təsvirinə istifadə olunur. Cəhətlər bayaq dediyim kimi dərəcə toru yoxdur. Dərəcə toru yoxdur planda. Və olmadığına görə mən cəhətləri belə bir işarə təyin edirəm. Nə deyim bir də dərəcə toru ümumiyyətlə bunun üstündə yoxdur. Sonra başqa xüsusiyyəti varmı? Hə, var. Başqa xüsusiyyət nədir? Dəqiqlik çoxdur. Çünki xırda bir ərazinin, məhəllənin, küçənin təsvirini verildiyi nə görə? Burada ümumiyyətlə planda dəqiqlik həmişə yüksək olur və ümumiləşmə də az olur. Bu da planın özəl xüsusiyyətidir. Növbəti nə gəlir? Deməli, qlobus. Yaxşı, yazaq qlobus. Qlobusun özünün özəl xüsusiyyəti varmı? Hə, var. Nədir?
Globus yeni kiçilmiş modelidir, özü bir maketdir və dəqiqliyi azdır. Yəni məsələn, plan dəqiqliyi yüksəkdir. Xəritənin dəqiqliyi müxtəlifdir. Çünki müxtəlif növ xəritələr görə bilərik. Ölçüsünə görə müxtəlif xəritə görə bilərik. Amma qlobusun dəqiqliyi həmişə azdır. Həmişə azdır. Ümumiləşməsi həmişə çoxdur. Ümumiyyətlə sən görə bilməzsən ki, qlobusun dəqiqliyi yüksək olan bir qlobus yoxdur. Yəni həmişə qlobusun dəqiqliyi azdır. Həmişə qlobusda ümumiləşmə çoxdur. Həmişə çoxdur. Nə qədər böyük olursa olsun, ölçüsü nə qədər böyük olursa olsun, mənim qlobusumda ümumiləşmə həmişə aşağı olacaq. Bu qədər. Və bunu oxuyanda bu hissəyə fikir verək. Bir də burada bir iki dənə şey demək istəyirəm. Deməli, nə idi? Bu hissəni qeyd etmək istəyirəm. Bax buna, buranı. Bu nədir? Bu hissə də vacibdir. Nədir bu? Miqyası hər üçünü fərqlidir. Eyni deyil miqyasları. Bunlar hər birinin fərqləndirən xüsusiyyətdir. Yəni, hər birisinin özünə aid özəl xüsusiyyəti budur. Məsələn, xəritə miqyasına görə 3 yerə bölünür. Böyük, orta, kiçik. Böyük miqyaslı xəritə, bax gördük nə qədərdir. Böyük miqyaslı xəritə onu bilirik də. Böyük miqyaslı xəritə 2 kilometrə qədər. Baxaq, 1, 2, 3, 4, 5. Nə oldu? 2 kilometr. 2 kilometrə qədər olan bütün rəqəmlər çoxluğu nədir? Böyük miqyaslıdır. 2-dən 10-a qədər olan miqyas nədir? Orta miqyaslıdır. 10 kilometrdən yuxarı olan da kiçik miqyaslıdır. Bəs qlobusun miqyasının ölçüsü xəritdən fərqlidir. Qlobusda böyük miqyaslı deyəndə, bayaq kim deməyəcəm, amma qlobusda böyük miqyaslı deyəndə 300 kilometr nəzərdə tutulur. Orta deyəndə 500 km nəzərdə tutulur. Kiçik deyəndə 830 km nəzərdə tutulur. Deməli, hər ikisinin miqyas ölçüləri fərqlidir. Bax, harada 300 km gördümsə, mənə, məsələn, tutaq ki, mənə dedi ki, məsələn, mənə şey veribdir. Miqyas, deyim sənə, məsələn, deyib ki, böyük miqyaslı xəritədə, böyük miqyaslı qlobusda xəritənin uzunluğunu həqiqi uzunluğunu tapın. Mənə xəritənin uzunluğu veribdir. Mən tez bilməliyəm ki, söhbət qlobusdan gedirsə, normalda miqyas xəritədə 2 kilometrdən kiçikdir. Amma mənə sırf qlobus deyilsə, mən bilməliyəm ki, orada rəqəm böyük miqyaslı xəritənin qlobusun miqyası yalnız 300 kilometrdir. Standartdır 300-dür. Orta standartdır 500-dür. Kiçik standartdır 830-dur. Yəni, sən desə ki, orada böyük miqyaslı xəritəyə əsasən xəritənin uzunluğunu tap və sənə heç vaxt sənə tezə demir ki, 300 kilometrlik qlobusun miqyası 300 km olan qlobusun xəritəki uzunluğu və ya həqiqi uzunluğu. Belə bir cümlə görməyəsən. Orada görəsən ki, böyük miqyaslı qlobusun xəritəki uzunluğunu tap. Və sən əzbər bilməlisən ki, böyük miqyaslı qlobusun miqyası 300-dür. Ona görə, yəni belə testlərdə belə verildiyinə görə biz bu rəqəmləri əzbər bilməliyik. Və bilməliyik ki, kiçik 830-dur, ortada 500. Bunlar standartdır. Amma xəritə standart deyil. 2 kilometrdən kiçik ola bilər hər hansı bir rəqəm. Ona görə həmişə bizdən xəritə miqyası həmişə verilir. Bunlar heç vaxt sual şərsi altına qoyulmur. Sənə demir, böyük miqyaslı xəritədə xəritənin uzunluğunu tap. Sənə böyük miqyaslı xəritə deyəndə, sən orada 100% səndə sənə miqyasını verməlidir. 1.2 km qeyd eləyir ki, sən biləsən ki, söhbət buradan gedir böyük miqyaslı xəritə. Məhəlləsinin miqyası sənə lazım deyil. Sadəcə bilməlisən ki, məhəllənin miqyasında nə qədər veribdir? 1, 2, 3, 4, 5, yəni 0.1. Yəni 1000 metrdən böyükdür. Yəni tutaq ki, olur 300 metr, 200 metr, 1000 metr, 100 metr belə balaca rəqəmlər varsa, bil ki, bunlar hamısı böyük miqyaslı və plana aid olan şeylərdir. Onunsa sənə plan da vermək istəyirsə, yəni burada bir dənə əzbər bilməli olduğun hissə bax burada. Buradakı rəqəmləri təxmini olaraq bilməlisən ki, 2-yə qədər böyükdür, 2-dən 10-a qədər ortadır, 10-dan yuxarı kiçikdir. Belə. Bu qədər. Bu hissəni qəşəng əzbərləyirik ki, gələn dərsdə biz növbəti hissəyə keçə bilək.